Baş aparıcı Zaur Baxşəliyev yenidən ATV kanalında efirə çıxmağa hazırlaşır. İllərdə Azərbaycan televiziyasının ən çox müzakirə olunan simalarından biri Zaur Baxşəliyevin geri dönüşü sosial şəbəkələrdə də böyük maraq yaradıb. Onun hansı layihə ilə tamaşaçı qarşısına çıxacağı hələ tam açıqlanmasa da, yeni mövsümdə fərqli formatda proqram təqdim edəcəyi gözlənilir. Bunu çox xoşlayıram. Bu çörək əvəzi, çörək əvəzləyici kimi bir şeydir. Ancaq хрустящие хлебцы из печи ржаной. Из печи ржаной, hə. Цельнозерновой мукой, цельнозерновой. Məsələn, цельнозерновой. Ondandır. Sonra bir dənə belə smetan. Ondan sonra bir dənə də belə xlebçi götürmüşəm. Tonki rжаный xlebçi. Şedri. Bu belə bir şeydir. Gözüm görür ki, gəl yaxından uzaqdan belə baxam. Короче, bunlar. O bir dənə xanım vardı, Gürcistanlı xanım. Bir dənə də belə tvarıq. Bu olacaq mənim səhər yeməyim. Bax belə. Gəlin indi hardan başlayaq, harda qutaraq. Demək belə, dostlar, mən yazıları oxuya bilmirəm. Günay da işə gedibdir. Günay iş güc adamıdır. Bekar adam deyir ki, mənim kimi arvad işləyir. Mən də oturmuşam, şey bəhrəsini gör. Allah sənə qurban olum, ay sağ ol. Başına dönüm, ay sağ ol. Qadan qalıb, hə? Bu neydi, hə? Ay. Da mən işlədim, saxladım. Biraz indi o işləsin, məni saxlasın. Mənim kim oğlanı da nə deyirsiniz? Elə şey mi olar? Elə şey mi olar? Biraz da ona baxsın. Elə deyil mi? Hamısı mürəbbədir. Deməli, cəmaatın xadiqini açırsan ət, nə bilim, yağ, bal göstərməyəcəm içini, biraz etik deyil də. Amma bizdə ancaq mürəbbə bankaları. Bilmiyorum, yumurtanı qoydum oraya, içinə su dövmədim. Bu mənim hoşuma bax. Uşaqlar hanı? Uşaqlar, səhər tezləndən azdırıram uşaqları. Deyirəm azım. Azdırıram, yox eləyirəm. Deyirəm, şey. Gələrsiniz bir də 2 saatdan sonra, mane olmayın mənə. Aparıb azdırıb gəlmişəm uşaqları. Həyatda nə olsa xeyirliyadır, əlbəttə. Uşaqları yola vermək lazımdır. Azdırın. Qohumda, əqrabada yaxşı baxan varsa, diyelim qoltuğuna götürsün apar. Mane olmasın. Deməli, yumurtanı qoydum, sonra neynəyəcəkdim, ha uşaqlar? Verişim haçan başlayır. İnşallah sentyabrdan Allah qoysa ATV-dəyik, bizim sevimli kanalımızdayıq, doğma kanalımızdayıq, əziz kanalımızdayıq və söz birdən olar. Ona görə dedim də, nənəmin canı səni qorusun. Amin inşallah. Zamil İbrahimov, nənənin nəyi məni qorusun? Nənənin nəyi var məni qoruyan? Sənlə adam darıxmaz da. Vallahi mən kefqam adamam. Mən dünyanı, aləmi... Bir saniyə, o depresiv bir vəziyyət gəlir, bir saniyə tutur məni. O bir saniyədən sonra tık, getdi hamısı. Çünki ruhum budur. Mən xoşlamıram. O bir adamlar var, qalırlar o havanın içərisində. Allah görəsən, nə olacaq. Allah görəsən. Oldu da, nağarım. Gözəl insansan. Nə bilim, gözələm, gözəl deyiləm. Adam var ki, baxar deyək ki, bundan mundar adam yoxdur. İnşallah təzə proyektlərimiz olacaq, əlbəttə olacaq. Elə şey olar, nə olmur ki? ATV-dəyik, işləyirik, çalışırıq üzərində proyektlərin və əlimizdən gələni eləyəcəyik. Yaxşı proyektlər. Xala oğlu, sənin xətrini çox istəyirəm. Çox sağ ol. Hava qaranlıqdır sizdə. Yox, özüm, niyə qaranlıqdır ki? Bizdə hava yaxşıdır. Açacam belə, deyim görüm. Açım işıqlı olsun bana, bu pəncərənin qapını havada gəlsin. Şirniyyat bişir. Hə, indi şirniyyat havasıdır. Səhər tezdən gözü açılmamış. Şeytan ağzımdan çıxmış deyə. Ağzımdan pis söz çıxmışdı. Mən biraz natayır danışanam. Qəbələdən salamlar. Zaur, səni çox istəyirəm. Ağstafadan salamlar. Çox sağ olun, təşəkkür edirəm. Uşaqlar, çayın altını yandırdım mən. Hə, yandırmamışım uşaqlar. Bu Bompani'dən də çox, reklam deyil də, tam səmimi deyirəm. Yəni, Bompani, bu qaz peçi bir dəfə almışıq. Düz
8-ci ildir ki bizim evdədir. 8 ildir. Allaha and olsun. Yəni çox yaxşıdır da. Bax, soyuducudur, budur, paltaryandır, hamısı Bompalidəndir. Yəni bizim hətta filtrlərimiz belə Bompali filtrləridir. Yəni 10 ildir, 10 ilə yaxındır da belə demək olar ki, işləyir hamısı. Var necəsən? Nəyi də göstərim? Hara azdırmayı zar müəllim. Məndə 5 dənədir. Hara azdırmayı zar müəllim. Hərdən görürsünüz, Gəncəlisiniz, yox. Tiflisdən salamlar, əleykumə salam. Zar necəsən? Yaxşıyam. Lənkəranda ən xoşladığım yer. Lənkəranın hər yerini xoşlayıram. Hər yerini. Dat House-u sevirəm. Xan Lənkəranı sevirəm. Yəni yeməkləri mükəmməldir. Almaniyadan salamlar. Maşallah pozitivsiz. Görək ki, ortaya qədər içinə kimsə qarşılaşmasaq. Olur axı, məsələn, adamlar görürlər ki, sən çox pozitivsən. Ona da şeylər ki, bu nətər eləyək bunun bir qanını. Nay, 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 eləyirlər. Şo, günortadan sonra olursan konfet kimi. Salam. Xuna mebelini göstərərdim də. Göstərəm. Bu kuxna mebelində biz 8 ildir sizlə nə lazımdır bişirmişik, görmüsünüz hamısını. Batumidən salamlar, əleykumə salam. Uşaqlar, bəyənməmizi də artıraq da. Ayzar, nə vaxt gəlirsiniz? Hara? Maşallah olsun. Yəni, Qaxdan salamlar, əleykumə salam. Tobi Bakılı, sağ olun, çox sağ olun. Sonra mən Balakəndən salamlar, gözəl insansınız. Salam, firmanın adını deyərdiniz. Hansı firmanın adını? Mən istehsal edən firmanın adı Dilavər Baxşəliyevadır. O bir dəfə istehsal edib 81. Bir buraxılışdır. Vəssalam, tardı getdim. Bir də buraxılmır. Belə istehsaldır ki, o bir dəfə möhürlənir, çıxdı, tardı. Bitdi. Mənim istehsalı bitdi. Bir dəfə istehsal olunan adamım. Hətta insanlar var ya, onlar bir dəfə istehsal olunurlar, tutardı getdi. Adam var ki, onun duplikatı ola bilir, onun nəsə belə prototipi ola bilir, onun nəyinisə yaratmaq ola bilər, onun yerini nəyinəsə doldurmaq ola bilər. Amma baxır necə doldurursan, o doldurma nədən ibarətdir, nətər eləyib doldurursan. Belə şeylər var da. Şuşa nə yazdınız? Şuşa nömrəsi iləndir, qaqa. Nə? Şirvandan salamlar. Nə bilsiniz? Balıq. Hacıkənddən salamlar, salam. Zaur qardaş. Masalıdan salamlar, tərtəm. Evindir. Yox, qonşuya gəlmişik. Mən elə bir ki, səhər qonşuda qalıram, axşamlar da qapı qonşu var, onlarda qalıram. Belə də günümüzü belə keçirdirik. Sonra düşürük 6-cı mərtəbədə də yeməyimizi yerik, 7-ci mərtəbədə də su içirik. Sonra da belə arada maşında yatırıq, qaynayır. Dar salam, mən səni gözəl Balakəndən salamlayıram, əleykumə salam. Qubadan salamlar, Bərdədən salam, Tozdan salam, salam Gəncədən. Ayzar, həyət evidir. Yox, binadır, bina. Şəhərdə həyət evi biraz narahat olur. Deyilən ki, bax, bayaqdan ağzını qızışıb danışırsan, bəs ged oradan boş qabı götür, gəl dinən burada, bəs sənin... Şolar, bir də mikrofonu tapıb görüm, mikrofonla səsim necə olur, hə? Mikrofonum var, mən almışam təzə. Bu cüm onu götürüm. Mikrofonla belə danışaq. Evdə işıqları Günay olanda yandırır, mən olanda söndürürəm. Günay deyir ki, ekonomiya eləmə işığa. Qoy yansın, ürəyə partlayır, içəri girən ki, bütün işıqları yandırır. Mikrofon taxım görüm uşaqlar, səs necə gəlir? Bir də deyərsiniz də yaxşı. Təzə almışam bunu. Deyir, belə mikrofondur, DJI. Belə şeyi də var üstündə, bax, təzə çıxıb deyir bunlar. Paltarına uyğun şeylər yapışdırırsan. Deyir, üzdükləri var. Hansını istəyirsənsə, sarı, qırmızı, sən deyir, məsələn, oranjını eləyək. Sən bunu belə götürürsən, onu tərsinə tax. Nətər tərsinə taxın? Nətər tərsinə taxın? Burama. Tərsinə tax nətər? Bura yapışdırır.
Mən niyə qızışdırırsınız məni bax. Sonra qızışdırırsınız, sonra bütün TikToka baxıram ki, amma mənim söhbətimi götürüb paylaşır. Tərsinə tax. Hə. Ağıllı adama söz deyirsiniz də. Siz elə bilirsiniz mən ağıllı adamam. Mən elə başdan xarab şeyəm. Ağzım qızışdı. Vay özündən. Kimsə mən canlaşanda hamısı belə ay Allah canlaşdı. Görəsən niyə necək? Səksəkədə olanlar var. Sən canlaşan kimi. Yumurta qaynadı da, bəs eləyər, hə uşaqlar. Neçə dəqiqə olar yumurtanı qoyduğumu? Hə? Yumurtanı qoyduğum neçə dəqiqə olar uşaqlar? Sən deyirsiniz mənə. Burada mənim mən əlimlə qoyduğumu sonra gəlirəm əğimlə axtarıram. Bax mənim belə staya şeyim var idi. Onu günah hara qoyur Allah bilir. Bəlkə də günah qoymuydu. Belə bütün günahları mən günahda görürəm. Adətən bütün günahları mən onda görürəm, o da məndə görür. Zahar neyinibsə eləyib, mən də günah neyinibsə eləyibdi. Qırğın belə düşür evdə. Deyən görüm. Mənim nə deyən görüm ara bildim. Şifrələrim var deyə burada. Buna bax, bu da bir mikrofonda almışam qalıb burada. Texnikaya verdiyim pula heç vaxt heyslənmirəm. Bu da hələ DJI kameramdır bax. Bunda almışam heç heyslənmirəm. Evet, şey tamam. Kaya xanım. Hey, Günay da belə şeyləri xoşdur. Bax, masaj aparatı, qarın aparatı, təzyiq aparatı. Bizim bunlara qoyduq o şey. Səs. Hə, mikrofon səs. Salam. Bəs şey axtarıram da, bəs o stayak axtarıram ki, qoy belə qoyum görüm uşaqlar, belə nətər gəlir səs görün. Səs gəlir. Gəlir səs. Səs necədir indi? Daha nətər gəlir? Azaldı səs. Doğrudan deyirsiniz? Yaxşı deyil. Uzaqdan ola bilməz. Mikrofon taxmışam axı, nətər uzaqdan olsun? Azaldı. Bəs belə necədir indi? Bəs indi azaldı, qıraq səslər itdi. Qıraq səslər itdi, indi mənim öz səsim gəlir də. Bunu yaxşı yazanlar da var, pis yazanlar var. Hansına inanım mən bunun? Gəlin görüm. Bəs belə necədir? İndi yaxşıdır. Səs az gəl. Qardaş bunu dədə baba qaydası ilə mənə denən sən harana yaraşır. Get mikrofon tavsiyə edirsən. Yoksa mən işimlə məşğul oldu. Sən dədəm baba mikrofon görmüşdü. Hə, indi əladır. İndi əla olar. Deyirəm də mənim nə arama yaraşır. Mikrofon tax. Neyinirsən sən? Mikrofon taxarsan belə. Mikrofon görmüşdün sən. Kim sən axı? Nə çoxdur deyir kefimə soğan doğrayan. Kefimdən xörəkmi bişirəcəklər. Mən nə şah oğluyam, nə də xan oğluyam. Məni hansı taxtdan düşürəcəklər. Qəşəng söhbət ya. Hə, çay qaynadı. Yumurta qaynayıb qurtarıb. İndi çayı qoyuram dəmə. Dəmə. Mikrofon kənar səsləri. Hə. Eynən. Gidi dünya. Bunu da şeydən almışam, Azzadan çay, qəşəng çaydır. Bu çox qəşəng. Deməli, çayı dəmləməyin təzə üsulunu tapmışam. Sən demə, nə eləmək lazım? 5300 adam var ya qardaş. Sizin işiniz gücünüz yoxdur. Zaten girib burada səyləyir, cəmaat da girib oturub orada cavara baxır. Nəyənə baxırsınız, nəyənə? Hə, demək belə. Çayı dəmləyirik. Deməli, bunu bir qədər tökdüm elə. Sonra bunun içinə az su tökürəm. Bunu qaynanamdan öyrənmişəm. Sevda xanımdan. Günay gəldi. Hanı? Günay buradasan? Hə, bunu belə az tökürsən, o olacaq qapqara. Sonra üstünə su alacağım. Belə elədik, qoyduq bura. Belə, belə. İndi nə edirik? Bizdə...
durmuşdu. Ne güzel nədir? Səhər yeməyə gec deyildi. Ağar, mən səhər saat 7-də durmuşam, getmişəm, gəzmişəm. Bütün piyada nə qədər yürüyüş eləmişəm. Ondan sonra gəlib biraz yatmışam. Onu yatandan sonra gəlmişəm, eləmişəm. Getmişəm Bubnovskiyə. Bubnovskidən çıxmışam, gəlmişəm. Getmişəm, bazarlıq eləmişəm. Bazarlıq eləyəndən sonra gəlmişəm evə. İndi bunları da qaynadıram ki, yeyəm. Kökəlmişəm. Ətdənmişəm. Ürəyim açılıb, beynim açılıb, bəxtim açılıb, şansım açılıb. Hər yerim açılıb. Açıla gedirik. Hardasan ay Günay? Gəlirsən mi? Bərəl görüb ağız hardasan? Sərin yerim bir başqadır. Mənim yerim başqadır. Çok sağ olun. Ola bilər. Sen bir başkasan yar. Sen bir başkasan. Günayın bak, bu en sevdiği şeydir. Almışıq, hələ qarnımıza yapışdırmamışıq ki, belə eləsin. Sırt. Alır koy. Bak, hoş diyor. Bir de gördüm Temu'dan sipariş. Günay Temu'dan sipariş elədi. Salam aleyküm. Ay Günay, bunu istifadə eləməyəsən, tövbə istifadə eləməyəsən. Yox eləyəcəm. Ay Günay, vallahi eləməyəsən. 14 ildir səni tanıyıram. Mən sən 14 yox, 20 ildir səni tanıyıram. Mən bilmirəm sən bunu istifadə eləməyəsən. Özüm mən elə çox kökəlməmişəm. Hanı qarnım zadım elə çoxdur. Yox, heç abi istifadə eləyəcəm. Ədə al, istifadə elə. Dən görüm. Bunu toxa taxır. Bunu niyə ora çıxdı elə? Məsələn yanıq yiyəcək. Ağzım qızışdı. Bura getmir axı. Bu şey nədir? Sən Allah. Elə bir ki, üstündə qarışqa gəzir. Az bu ayıq deyə. Tövbə, elə bir üstündə qarışqa gəzir. Ay Günay, haradasan? Sevmiş. Boşqa. Burada. Görək indi. Səhər yeməyimizi hazırlayırıq dana görə. Ha dostlar, hardan izləyirsiniz? Nə linkini atım? Ay bu ne siz onu boş şeydi, bu mənasız şeydi, onun için almağına değmez. Çaylık da burada kaynadı, bu burada dem aldı, bunu bura koyduk. Yumurtanı koyduk bura. Deme, çaylık koydum deme. Mingəçevir, Gəncə, Beyləqan, Əla, Əhmədli, eşq olsun. 7100 adam var mənim canlımda hal-hazırda. Niyə? Sağ olun. Allah sizdən razı olsun. Nə yaxşı ki varsınız. Valla bu TikTok, Instagram nə yaxşı ki var. İnsanın ürəyi açılır. İnşallah yeniliklərlə gələcək qarşınıza. Yeni. Qışqırıb bu. Mən görmə. Azza. Yox, qəşəng. Oy, necə dadlıdır bu. Sən Allah, bu göz... Nəyə deyirlər ona? Göz kirasını verin. Nəyini? Göz... Nə deyirlər ona? Məsələn, belə yemək yəndə nə deyirlər? Deyirlər gözün... Nə deyir? Urfadan. Nədir o? Tvarov. Göz haqqı, hə? Göz kirası. Məncə almaq deyəmsə. Göz kirasını verin, sonra yiyeyim. Məncə ancaq almaqdır. Göz kirası verin, yiyeyim. Bax, heç nə. Mənim yeməyimcə budur. Deyək, hə? İştahdan kəsilmişəm. Yüngül dururam səhər tezdəndən. Gör nəyə möhtaç olmuşam buna. Xırtaq. O boyda çörək yiyəmmə. Nə bilim. Belə danışanda xoşu gəlir. İnsanlar rəhmi gəlir, ürəyi ağrıyır. Aydacan. Necə yıxıldı, necə əzildi, necə ağrıyır, necə ağlayır. Məsələn, güləndə, danışanda, sevinəndə belə. Bax, dəbər.
Zarım nənəm sizi çox sevir. Çox sağ olun. Allah haqqı təbarrükdür. Bunu hamı alıb yeyə bilər. Tövbə. Hər yerdən almaq olur. 1 manatdan tutmuş 10 manata qədər var. Mən aldığım 2 manat 20 qəpikdir. Tövbə. Bu da 3 manatdır. 5 manat. Bu da 1 manatlıq yumurta tapmadım. O 1 qəpiklik. Deyirlər bu tarifdə 1 qəpiklik yumurta ucu satılmır. Mənim şansıma bax. Bəxtə bax. Dedi o 1 qəpiklik yumurtaya da çatmadım mən. Bəxtə verir, aldılar, götürdülər hamısını. Bizə qalmadı. Qismət olmadı o 1 qəpiklik yumurtadan yemək. Söyləşdim ki, biz də yeyərik. Nə olar ki, biz də insanız da 1 qəpiklik yumurtadan yeyək. Yeyənmədik. $8100 adam nə qarır mənim canlımda? Nə iş görür? Ben niyə? Cəmaatın işi. Günay gəldi. Günay indi canlı. Günay girmir ki. Günay aç da canlını mən danışaq da səndən. Ha? Hardasan? Yemək yeyirsiniz? Kim nə yeyir? Açaq canlı görüm kim nə yeyir. Kimsə yediyi yerdə atar canlı görə kim nə yeyir. Nə yeyirsiniz sən Allah? Siz günorta yeməyi yeyirsiniz. Sizi hər kəs sevir. Kət yumurtasıdır o, yox. Yox, bu dəvə yumurtasıdır. Şir yumurtlayıbdır bunu. Dəvə yumurtasıdır. Diyetadayım, acından başım canım. Başına dönüm sənin. Mən yediğim içində nə var ki? Bu 2 dənə yumurta, 1 dənə tvarıq. 2 ondan, 1 bundan. Yumurta. Qoğal şirinçay. O Günayın ən sevimli yeməyi qoğal. Ürəyə gedir qoğaldan ötürü. Mən qoğalı başa düşmürəm də uşaqlar. Allah haqqı başa düşmürəm. 9200 adam. $10.000 adam. Mən yaxşıyam. Axşam Günay gələcək. Gördün sənə nə qədər papaq atmışdım. Gördün sənə nə qədər ürək atmışdım. Gördün sənə nə qədər şey atmışdım. Az atma. Ay Allah, 11.000 adam. Günorta yeməyi hazırlayanlar, nə hazırlayırsınız? Sizi çok seviyorum. Teşekkür ediyorum. Yalansa. Yaddan çıkartmak için bu ikidir. Sizin sevginizle nefretinizin arasında o kadar kalmışam. Buradan söylemişsiniz, oradan sevmişsiniz. Buradan söylemişsiniz, oradan sevmişsiniz. Buradan söylemişsiniz, oradan sevmişsiniz. Adam kaldı iki taş arasındaki ayacağım. Ay Allah, bunlar adamı sevirler yoksa söyürler. Söyürler yoksa sevirler. Tutabilmirsən ki, səni neyləmək istəyirlər. Allah'da. Sizin sevginizlə nifrətinizin oy 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 oy. Bir saniyenin içində çönür. Bir dəqiqə sevilir, bir dəqiqənin içərisində öz səhvərindən xoşduz yazır. Keçirsən ki, sənin səhvərindən xoşduz yazır, o bir səhvdə səni baltalayır. 12.000 adam. Çox sağ olun.